Gürcüstanın Daxili İşlər Nazirliyi yol təhlükəsizliyi qaydalarının pozulmasına görə cərimələrin sərtləşdirilməsini planlaşdırır. Qurumun məlumatına əsasən artıq qanunvericiliyə dəyişikliklər paketi hazırlanıb. Yeni layihəyə görə sürət həddini 15 km/saatdan çox, ancaq 40 km/saatdan az aşdığına görə tətbiq olunan cərimə 50-lərdən 100-lərə qaldırılır. Həmçinin nəqliyyat vasitəsinin idarə olunması zamanı mobil telefondan istifadə və təhlükəsizlik kəmərindən istifadə etməməklə ilə bağlı da cərimələr sərtləşdirilir. Yolda manevr qaydalarının pozulmasına görə cərimə 100-lərə qaldırılır. Eyni zamanda bu qayda pozuntusuna görə sürücülük vəsiqəsinə verilən bal 20 bal azaldılacaq. Avtomobili saxlama qaydalarının pozulmasına görə cərimə Tbilisdə olduğu kimi Kutaisi, Batumi, Pisxeta, Rustavi, Gori, Telavi, Poti, Suqdidi bələdiyyələrində və Gürcüstanın kurort zonalarında 50-lərə qaldırılır. Bundan əlavə, avtobus zolağında marşrut xətti üzrə hərəkət edən nəqliyyat vasitələri istisna olmaqla digər avtomobillərin əks istiqamətdə hərəkət etməsinə görə 200 məbləğində cərimə tətbiq olunacaq. Həmçinin yeni pozuntu kimi nəqliyyat vasitəsinin səkidə və ya piyada keçidində dayanması və saxlanılması müəyyən edilir ki, buna görə cərimə 100 nəzərdə tutulur. Bununla yanaşı qanunla müəyyən edilmiş hallarda bu pozuntu baş verdiyi təqdirdə nəqliyyat vasitəsi xüsusi mühafizə olunan duracağa aparılacaq. Qurumun məlumatına görə cərimələrin sərtləşdirilməsi ilə bağlı qərar yol nəqliyyat hadisələri nəticəsində hər il yüzlərlə insanın həlak olması ilə əlaqədardır.